Zayıf da. İzləyən. Evet, çarsız ay qızlar. Gəlir. 18 çıxsaydı biraz dəyişilərdi. 18-də çox ucuz qiymətə çıxacaq ha. Toyuq supu. Sən də ye. 18 nədir? 18 Pro Max da. Şeydir, deyir 18 nədir? Ay Allah, mən səbir ver. Yox. Babuşa həkim 3 gün müalicə yazıb. Əgər 3 gün müalicədən sonra sağalmasa, şafa çıxsa, uşağı hamı bensev atsın. Gətiriləsi olacaq ya Bakıya, ya Mingəçevirə. Onda gedib köməklik gətiririk. Belə nəyə gedib cəmaatı narahat edirik. Qonşusu baxır da, biz gedib orada otursaq, qonşu qaçıb çıxıb gedəcək. Dedim lazımdır, gələk. Eminlə danışdım, dedi yatıb. Səhərdən həkim iynə vurmaqdan yatıb. Hə. Yazıqdır da. Düzdür, yazıq demək olmaz insanlara. Amma yenə də. Vəfa ona yaxşı baxır. Biz ora getsək, Vəfa çıxıb gedəcək evinə, narahat olacaq. Biz canlı açan adamlar, bütün günü açacaq canlını, o qız da narahat olub çıxıb gedəcək. Nuş olsun, çox sağ olun. Ona görə, əgər Bakıya gələsi olsa, gəlib kömək edib gətirərik. Düz demirəm. Belə mən təklif elədim, valla. Toyuq supudur. Hər nə yeməkdən də Allah şəfa versin. Bəlkə cəmaat evində narahat olunmaq istəmir. O lüt gəzir evdə, şortik ilə, mayka ilə. O mənim yanımda şortik mayka ilə gəzə bilməyəcək. Vəfaya baxma, Vəfa ilə yaxındır. Qonşusudur, bacısı kimidir. Babor. Valla təşrif elədim. Dedilər, qoy 3 gün baxaq. Görək bəlkə 3 günə həkim vaxt qoyub ki, 3 gün müalicə yazıb. Əgər 3 gün bu müalicədən düzəlsə, ehtiyac qalmayacaq. Əgər düzəlməsə, gələcək Bakıya. Tromp var ayağında. Baboş. Tromp nədir? Yeməkdən oldu, hər nəydən oldu. Bir dənə yazın Allah şəfa versin. Bu içimizin cındırlığı şəfa versin. Bu içimizin cındırlığı məni məndən alır. O da yiyən adamdır da. Sizə nə ye? Başladılar yeməkdən oldu. Bir Allah şəfa versin yaz da. Yatağa düşüb ayrılmayasan sənə. Nə olub az? Cındırella aton çörəyin yiyir. Nə olub? Cırdın özü bayaqdan burada. Yeməkdəndir, nəyidəndir? Poxlu yiyə də. Sən yemək yemirsən. Qaşqaldağa. Bezdirdilər eday tüləklər canımdan. Bir dənə yaz Allah şəfa ver. Yeməkdəndir, yeməkdəndir. Atomun başındandır, bəsdir də. Düşür köpək oğlunun qızı. Bir dənə Allah şəfa versin yazmır. Buraya durub burada həkimlik diaqnoz qoyur. Yeməkdəndir, nə bilim nəyidəndir.
Ayaqda trompun yeməyə nə dəxli var sən Allah? Qaşqaldaq. Az nə bilim, həkim deyib trompun var, nəyin var? Əgər de story qoyub da görmədiniz. Deyir, əgər 3 günə sağalmasam damar genişlənməsi olacaq. Məcbur əməliyyat olunmalıdır. Ona yemə deməklə yeməyəcək. Onun mədəsi bu boydadır. O istəsəydi, istəməsəydi yeyəcək aşkım. Özünü cırmaqla deyil, o adam yeməklə yaşayır. Kim? Atamdan danışıram. Atam. Təzdən dirilib, o dünyadan göndəriblər. Atamdan danışıram, atam. Evdədir, bilirəm. Sağ olsun o qonşusu Vəfa ona yaxşı baxır, vallahi. Başında qadın xeylaq olmasaydı mən gedərdim. Bilirəm ki, biz də getsək Vəfa narahat olacaq. Çünki biz video çəkən adamlar bütün günü istər-istəməz qorxumuzdan açacaq o canlını ki, nəsə olsa canlıda görünsün. Ona bu dəqiqə bizə nə lazımdır? Qaranlıq, sakit otaq, sakit, yatmaq, vəsə, 3 gün. 3 günə sağalacaq. Sağalmasa ucu əməliyyat. Təkə yox, elə hamı. Allah heç kəsə yataq xəstəliyi göstərməsin. Heç kimi arzulamıram mən. Kim arzulayır, Allah başına gətirsin. Mən heç kəsə onu arzulamıram. Nəyə lazım? Gör, kimsə xəstə olanda bizə nə xeyir olacaq, sağlam olanda bizə nə xeyir olacaq. Hər kəs oturub öz evində çörəyin yer. Kimsə çörəyin yemir, ha? Kimsə xəstəliyin bizə nə xeyri, sağlamlığının bizə nə xeyri. Hə, qızlar beni sebatından olar. Ha. Nəmi? Məndə kist əməliyyat olmuşdu. Ağrı çox pis şeydir, Allah heç kəsə göstərməsin. İnilirsən səhərə qədər, gəlib bir dənə ilə vurub çıxıb gedirlər, pis. İnsan canının ağrısını insandan başqa heç kəs bilə bilməz. Gətirib buzu qoyurdular bura, gücünə kəsirdi mənim ağrım. Bu boyda düz kistaydı məndə. Xəstəlik pis şeydir. Məndə çoxdan olub.